Deməli, nə deyir 47-də? Motosikletçi 48 km/saat sürətlə 8 saata yol getdi. 8 saat yol getdi. O, həmin məsafəni 6 saata hansı sürətlə qət edər? Yəni, burada sabit qalan məsafədir, yəni S-dir. İndi biz, bax, yazır ki, 48 km/saat sürətlə 8 saat yol gedib. Yəni, bu sürətlə bu qədər vaxt yol gedib. Eyni yolu bu qədər vaxta gedib, belə deyək də, bu sürətlə. Bizə deyir ki, həmin məsafəni 6 saata qət edərsə, yəni 6 saata gedərsə, hansı sürətlə getməlidir? Yəni, sürəti nə qədər olmalıdır ki, o 6 saata çatsın? İndi burada həyatı situasiya ilə də düşünsək, biz bilirik ki, əgər, düşün ki, maşınla gediriksə, əgər biz 48 km/saat sürətlə gedirsə, 8 saata çatırıqsa, əgər məsələn 70 ilə getsək, yəni sürətimizi artırsaq, daha sürətli getsək, sürətimiz daha çox olsa, getdiyimiz yerə daha tez çatarıq. Deməli, biri artanda biri azalır. Burada başa düşürük ki, biz tərs mütənasiblik var. Əsasən bunu belə də yazaram. Bax, V bərabərdir S bölünsün T. S təbii ki, sabit qalmaqla zaman və sürət necə mütənasibdir? Tərs mütənasibdir. Buradan da nəzərə alarıq. Tərs mütənasib asılılıqda bilirik ki, qarşı-qarşıya vurub bərabərləşdiririk. Yəni, yazıram 48 vurulsun 8 bərabərdir X vurulsun 6-ya. Düzdürmü? Buradan 48 ilə 6 ixtisar gedər 8 vur 8 bərabərdir X-ə. X də bərabər olacaq 24-ə. Bu qədər. Aydındır. Bir də bağışda 64-ə. Deməli, 64 km/saat sürətlə hərəkət etməlidir. Cavab olacaq D bəndi.